Salam əzizləyicilər, növbəti bir mənzildə su sızmasına gəlmişik. Deməli, məlumat daxil oldu ki, həyət evidir. Evin bu hissəsindən bax gördüyünüz bu nəmişliklər yaranıb. Əvvəl elə fikirləşiblər ki, bu yağışla əlaqəlidir. Sonradan baxıblar ki, ancaq buradadır da problem, başqa heç bir yerdə yoxdur. Biz də gəldik, araşdırdıq. Deməli, məsələ evin içində sanuzla boşluğundadır problem. Biz gəlib ilkin baxış keçirdəndə gördük ki, burada belə bir sistem yapıblar. Deməli, burada isti su gəlir. Bu isti sudur. İsti suyun gəlişidir bu. Soyuq su olmayıb. Soyuq suyu buradan baçokdan götürüblər, baçokun girişindən. Götürüb buradan soyuq su yığıblar və bunu da bu şəkildə bax burada belə bu formada yığmışlar. Biz də gəldik, araşdırdıq. Baxdıq ki, bura divara bax bu hissəyə gördüyümüz bu hissəyə. Bax bura şurub vurublar. Şuruplardırsa bu uzunluğunda bir şeydi. Şimdi biz ona sabırlı tərəfini yapmak. Oradan su bırakılır. Bak burada bu hisse. Bak şurubun yerinden gördüğünüz bu hisseden su çıxır. Soyuq su xəttini deşirlər. Problem təyin olundu.